Əgər oturaq düz danışaq. Başıma gələn bir maraqlı hekayəni sizinlə bölüşmək istəyirəm. Deməli bir gün mən San Sebastian'da cheesecake Napolyon bu tortları bişirməyi öyrənmək istədim və sizin kimi sadə götürdüm, YouTube-da yazdım ki, cheesecake hazırlanması. Orada çıxan reseptlərin birindən başladım bişirməyə. Nəticə görünüşündü, amma dadı o deyil. Mən kofe shoplarda bunların hamısının reseptlərinin hamısının dadına baxmışam və kofe shoplarda bilirsiniz ən peşəkar səviyyədə hazırlanır. Yəni evdə alındırdığım nəticə ilə kofe shopdakının arasında bir at eşiyə qədər fərqi var idi. Və bu video çəkirəm o bacılarımın, qardaşlarımın nəzərinə ki, siz YouTube-dan nəsə öyrənib bişirmək istəyirsiniz. Yəni mən sizə deyim ki, YouTube-da verilən reseptlərin 99% hallarda heç birisində püf nöqtələr, sirlər paylaşılmır. Bilmirəm niyə paylaşılmır. Şəxsən mən San Sebastian Napolyondur. Bunların hamısını öyrənmişəm və o reseptlərə baxanda mən görürəm ki, nə qədər çatışmayan sirlər, püf nöqtələr var. İndi mənim sentyabrda başlayacaq kursum da, yəni hansı ki 2 ay gedəcək. Orada o tortları da bişirəcəyik, burada öyrədəcəyik də püf nöqtələr, sirlər hamısı. Əgər sən Aybacı YouTube-da nəsə bişirirsənsə və nəticə səni qane eləmirsə, özünü günahlandırma. Sənin prosta baxdığın resept videosunda püf nöqtələr yoxdur. 5 dənə San Sebastian bişirdim, zay elədim, axırda müəllim tutum, bir dəfəyə tutuzdurdum, bişirə bilərəm. Bu qədər sadə. Öyrən. Görmə barmayacaq.